Hər kəs salam dostlar, bugün sizə pulsuz loqo düzəltmək üçün 4 sayt göstərəcəyəm. Siz bu saytlar vasitəsilə asanlıqla loqo düzəldə bilərsiniz. Daha çox belə videoların gəlməsi üçün kanala abunə olub video like atmağı unutmayın. Nəysə, keçək videoya. Dostlar, ilk saytımız freelogodesign.org saytıdır. Bu saytda əvvəlcə aşağıda Enter Your Company Name bölməsinə loqo üzərində nə yazılması istəyirsinizsə onu yazırsınız. Yazdıqdan sonra sağ tərəfdə Get Started olan bölməyə basırsınız. Mən kanalımızın adını yazıram. Daha sonra burada iki seçim gəldi. Burada sağ tərəfdə olan pulludur. Amma sol tərəfdəki isə pulsuzdur. Buradan sol tərəfdəkini seçirik. Burada biz istədiyimiz şablonu seçirik. Məsələn, mən bunu seçdim və burada Customize yazısına basırıq. Gördüyünüz kimi biz burada seçdiyimiz şablonu redaktə edə bilirik. Məsələn, mən burada fotoaparat şəkli silib, sol tərəfdə Add Icon bölməsindən kompüter axtarış edib şəklini seçirəm. Rəngini ağ etdim ki, qaranın üzərində görünsün. Aşağıda yazını da dəyişib YouTuber qoyaq. Bu qədər bəsdir məncə. Bitirdikdən sonra yuxarıda download yazısına basaraq cihazınıza yükləyə bilərsiniz. Bu bizim ilk saytımız idi. İndi isə keçək ikinci sayta. Bəli dostlar, ikinci saytımız Shopify-ın loqo düzəltmə kateqoriyasıdır, yəni Hatchful. Burada Get Started basırıq. Daha sonra buradan loqonuzun aid olduğu kateqoriyanı seçirsiniz. Mən tek seçirəm, yəni texnologiya. Seçdikdən sonra Next basırıq. Burada loqonun tipini seçirik. Məsələn, mən Strong seçdim. Seçdikdən sonra yenidən Next basırıq. Daha sonra loqo üzərinə yazılmasını istədiyimiz yazıları burada qeyd edib təkrar Next basırıq. Burada Social Media seçib Next basırıq. Buradan da istədiyimiz şablonu seçib Edit Logo basırıq. Məsələn, mən bunu seçdim. Buradan yenə də loqonun üzərində yazılan yazının fontunu, arxa plan rəngini və s. dəyişmək olur. Mən burada fontu və rəngi dəyişdim. Redaktə etməmiz bitdikdən sonra aşağıdan Next basırıq. Buradan da Download basırıq da hazırladığımız loqonu cihazımıza yükləyə bilərik. Bu bizim ikinci saytımız idi. İndi isə keçək üçüncü saytımıza. Bəli dostlar, üçüncü saytımız Zero.com saytıdır. Bu saytda əvvəlcə aşağıda Create Your Logo bölməsinə basırıq. Sonra burada sol tərəfdəkini seçirik. Burada yenə loqo üzərində olmasını istədiyimiz yazıları qeyd edirik. Mən kanalımızın adını və aşağıda YouTuber yazmasını istədiyim üçün bunları qeyd edirəm. Yazdıqdan sonra Next basırıq. Burada isə biz loqomuzun aid olduğu kateqoriyanı qeyd edirik. Mən tek yazıram, yəni qeyd edim texnologiya. Burada Social Media seçib Next basırıq. Burada isə bizə şablonlar göstərilir. Buradan istədiyimizi seçirik. Seçdikdən sonra Edit Logo basırıq. Mən burada bu şəkli dəyişmək istəyirəm. Sol tərəfdə Symbol Search bölməsindən kompüter yazıram və kompüter şəklini seçirəm. Burada da gördüyünüz kimi istədiyiniz obyektin yerini dəyişə bilirik. İndi isə rəngini və fontlarını dəyişirəm. Redaktə etməmiz bitdikdən sonra sağ yuxarıdan Download basaraq cihazımıza yükləyə bilərik. Bu da bizim üçüncü saytımız idi. İndi isə keçək dördüncü, yəni son saytımıza. Bəli dostlar, dördüncü saytımız bir çoxumuzun bildiyi Canva-dır. Biz bu sayt vasitəsilə nəinki loqo, hətta video, vizit kart, bannerlar və s. dizaynlar edə bilərik. Bu video loqo ilə bağlı olduğundan mən loqo düzəltməyə göstərəcəyəm. Burada axtarış yerinə loqo və istədiyimiz kateqoriyanı yazırıq. Buradan istədiyimiz şablonu seçirik. Mən bunu seçdim. Seçdikdən sonra burada bu şablonu fərdiləşdirin bölümünə basırıq.
Daha sonra səhifənin yüklənməsini gözləyirik. Sonra burada yazıları dəyişdirə bilərik. Hətta yazılara effekt verə, rəngini, yazının fontunu dəyişə bilərik. Burada bu şəkli mən silirəm və yerinə sol tərəfdə elementlər bölümündən bir kompüter texnologiyasına aid bir şəkil əlavə edirəm. Və son halı belə oldu. Daha sonra yükləmək üçün sağ yuxarıda paylaşın bölümünə basırıq və altdan endirin basdıqda yazımıza yüklənəcəkdir. Və bu da bizim 4-cü, yəni son saytımız oldu. Dostlar, bu saytların linklərini videonun açıqlama qismində qoyacağam. Oradan rahatlıqla saytlara daxil olub loqolarınızı düzəldə bilərsiniz. Bu günlük bu qədər dostlar. Dəstəklərinizi gözləyirəm. Sağ olun, salamat qalın.